İroniya ilə sual verirəm. Heç görmüsünüz Azərbaycanlılar hansısa ölkəyə bir çemadanla gedib, bir çemadanla da qayıtın. Mən görməmişəm, ancaq xarici vətəndaşları görürəm. Bizdə kimliyindən asılı olmayaraq hər kəs ölkəyə qayıdanda alverçiyə bənzəyir. Səbəbi isə ölkədə çox şeyin çatışmazlığı və insanın ehtiyaclarıdır. Xarici vətəndaş bir ölkəyə səfər edərkən oradan ya maqnit alır, ya da suvenir. Biz evdəki hansısa əşyanın xarab olmuş detalının təzəsinə qədər alıb gətiririk. Buna görə ki, ya bizdə yoxdur, ya da satıcı bizə 10 qat qiymət üstəlik saxtasını sırayacaq. Son vaxtlar isə qarşıma özlərini bloger adlandıran normal həyatda heç bir bacarığı, qabiliyyəti, təhsili, savadı, dünya görüşü, mədəniyyəti, hər tərəfli əyarı düşük xarakteri, əzik və əski insanların paylaşdıqları videolar çıxır. Getdikləri ölkələrin mədəniyyətini insanlara tanıtmaq əvəzinə ancaq yedikləri yeməkləri və aldıqları bahalı geyimləri göstərirlər. Ardınca da o möhtəşəm sual gəlir. Siz bunları bilirdiniz və ya görmüşdünüz? Yox, görməmişik. Biz xarici ölkələrə gedəndə gecəni mağazaların qapısında üzərimizə zibil setkaları örtüb yatırıq. Gündüzləri yeməkxanaların yanında gəzib, onun bunun boş qabında qalan artıqları yeyirik. Arada boş meydanlarda mahnı oxuyub rəqs edirik. Bəlkə qəpik quruş verən olar deyə, nəhayət biz heç nə görməmişik və bilmirik. Hər şeyin ən düzünü siz bilirsiniz. Bir dəfə xarici ölkələrin birində mağazada gəzirəm. Bir sıra o tərəfdən Azərbaycanlı başqa turistlərin səsini eşitdim. Yaxınlaşıb salam verdim. Ayaqüstü hal-əhval tutduq və sağollaşdıq. Təzəcə uzaqlaşmışdım ki, həmən qadının mənim haqqımda dediklərini eşitdim. Az deyəsən kasıtı, yanındakı, nə bildin, az yetimin geyimini görmədin, nə gündədir. Ya səbir deyib getdim. İndiyədək yadıma düşür, gülürəm. Yaxşı ki, həmən an o qadına cavab verməmişəm. Hadisə böyüyə və ölkədən deportasiya edilə bilərdik. Ancaq hələ də məni maraqlandıran bəzi məqamlar var ki, beynimdə analiz edirəm. Biz eyni ölkədə, eyni mağazada idik. Demək ki, təyyarə bileti almağa və o ölkədə bir neçə gün qalmağa vəsaitim çatıb. Turist olduğum üçün üzərimdə rahat idman geyimi vardı. Allaha şükür anam atam da həyatdadırlar. İşim gücüm, evim eşiyim, sahib olduğum statusum da var. Bu insanlar hansı təfəkkürlə, hansı beyinlə yaşayırlar mənə çox maraqlıdır. Düşünəndə ki, Azərbaycanda hələ də kişilərin şortik geyinib geyinməməsi müzakirə edilir. Sustum. Nə qədər ki, beyinləri yox, binalar inkişaf edəcək, nəticə belə də olacaq.